Salam. Bugün biz Gülnara Mudovanın Narıncı test kitabından conjunction bölməsinə baxırıq. Conjunction bildiyimiz kimi bağlayıcı bölməsidir. Burada deməli biz bağlayıcıların mənasını bilməliyik və ən əsas da quruluşunu bilməliyik ki, doğru yerində işlədək. Baxın, məsələn, birinci sualda Ayzə or olaraq verilməlidir. Yanlış yazılıb. Nayzənor doğrudur. Y variantında Nayzənor olmalıydı. Boss and-dən olur və Nayzədən orla olur. Yeganə düzgün olan bir də elə C variantıdır. Nayzənor. Daha sonra ikinci sualda isə artıq biz tərcümə ilə baxmalıyıq. Ümid paid the bill, left the restaurant. Ümid ödənişi deməli ödədi və restorandan çıxdı. Restoranı tərk etdi. Burada və deyəcəyik, çünki ardıcıl baş verən hərəkətlərdir. Digər variantlarda as, çünki, as, because ikisi də sinonimdir. Whether, if, əgər deməkdir. Where, harada məna cəhətdən digərləri doğru olmur. Üçüncü sualda xanım left the meeting, it hadn't been finished yet. Xanım görüşü tərk etdi, hələ ki başlamamışdı. Deməli, xanım görüşü tərk etdi, baxmayaraq ki, o hələ başlamamışdı. Baxmayaraq ki, olacaq though, Y variantı. Though, although, baxmayaraq ki deməkdir. Və tərcümə ilə yerinə fikirləşib onu yazırıq. What, nə, why, niyə, as, because, çünki. Dördüncü sualda. Amirxan wasn't ready for the lesson. The teacher scolded him. Əmirxan dərsə hazır deyildi və müəllim onu danladı. Və deyə bilərik burada elə cümlənin ardınca və yaxud da beləliklə müəllim onu danladı. Yəni nəticə olaraq so götürmək olar. Amma but, though bunlar ziddiyyət bildirir. Doğru cavab 1-dən 2-dir. 5-ci sualda it was terribly cold. Murad didn't wear a hat. Deməli, Murad papaq geyinməmişdi. Baxmayaraq ki, dəhşətli dərəcədə soyuq idi. Baxmayaraq ki, deyiriksə yenə although olacaq. As, because, çünki düz gəlmir. If-lə whether-də yenə as, because kimi bunlar da sinonimdirlər. Məna cəhətdən bura düz olmazlar. 6-cı sualda Nigar is very optimistic girl. She always laughs. Deməli, Nigar həmişə optimist bir qızdır, nikbin bir qızdır. O həmişə gülür. Burada heç bir ziddiyyət yoxdur. Yəni, though, although, but qoymağa ehtiyac yoxdur. Nigar optimist qızdır. Çünki həmişə gülür deyə bilərik. Why, niyə olmaz? Niyə həmişə gülür? Yəni, düz gəlmir. Because isə məna cəhətdən bura optimist qızdır. Çünki həmişə gülür. Doğrudur. 7-ci sualda pay the rent, you have money. Kirayəni ödə. Sənin pulun var. Deməli, kirayəni ödə, əgər sənin pulun varsa, if you have money və yaxud da when you have money, pulun olanda kirayəni ödə. 1-lə 4 doğru cavab olacaq. 3-də which, hansı ki, kirayəni ödə, hansı ki, sənin pulun var, olmaz. Kirayəni ödə, kimi ki, sənin pulun var, whom, bu da düz gəlmir. 1-4 doğru cavablardır. 8-ci sualda we went for a walk, the rain and wind. Biz gəzməyə getdik, yağış və küləyə rəğmən deyəcəyik. Rəğmən. Although və though baxmayaraq ki deməkdir. Elə baxmayaraq ki, rəğmən eyni mənanı verir. Lakin though və although-dan sonra, yəni 1 və 2-dən sonra biz cümlə işlətməliyik. Burada isə the rain and wind 2 dənə söz işlənib. Yəni cümlə yoxdur. Burada mübtəda xəbəri olan bir cümlə gəlməli idi. Although və though-dan sonra. 2 söz işləndiyinə görə, yəni söz gəldiyi üçün biz bura despite, in spite of hər ikisi də rəğmən, baxmayaraq deməkdir. Və 3-lə 4-ü doğru cavab kimi götürürük. 9-da Ülvi wanted to know they had bought this car from. Ülvi bilmək istəyirdi ki, deməli, onlar alıblar bu maşını haradan, kimdən belə deyə bilərik. Nə vaxtdan olmaz, əgər olmaz, why, niyə olmaz, how, necə olmaz. Amma where, hara və sonda dan şəkilçisi yazılıb. Yəni haradan alıblar. Where from.
10-cu sualda Aydın got a poor grade, he's lazy. Aydın zəif nəticələr aldı, o tənbəldir. Təbii ki, çünki o tənbəldir olacaq. Because he's lazy, tənbəl olduğu üçün zəif qiymət aldı. 11-ci sualda Aydın got a poor grade. His laziness. Artıq burada fikir verin. 10-cu sualda his lazy cümlə idi. O tənbəldir. Lakin 11-ci sualda bizə söz birləşməsi verilib. His laziness, onun tənbəlliyinə. Deməli ki, onun tənbəlliyinə görə. Because çünki demək idi. Amma görə demək istəyiriksə biz orada because of işlətməliyik. Because'dan sonra cümlə gəlir. Because of-dan sonra isə söz və yaxud da söz birləşməsi gəlir. Because çünki, because of görə. Tənbəlliyinə görə D variantı 11-də doğru cavab olacaq. 12. It was a difficult situation. I didn't know what to do. Bu çətin bir situasiya idi. Mən bilmədim ki, nə edim. Deməli, burada sol saç qaydası var. So'dan sonra sifət gəlir. Lakin isim gəlməz. Amma saçdan sonra sifət isim gələr. Yəni, baxırıq ki, burada a difficult situation, çətin situasiya. Həm sifət, həm isim var. Belə olduqda biz saçdan istifadə edirik. Yəni, so'lar olmaz. Həmçinin as so belə də olmur. So as ola bilərdi. Yəni, doğru variant olaraq. Qaldı elə saç dediyimiz kimi. Saç a difficult situation və saç zət bizim bağlayıcımızın deməli ardıdır. 13-də a sandwich, a hamburger was ready, although I ordered them an hour ago. Sandviç və hamburger hazır idi. Baxmayaraq ki, mən onları 1 saat əvvəl sifariş etmişdim. Deməli, baxmayaraq 1 saat əvvəl sifariş etmişdim. Nə hamburger, nə də sandviç hazır deyildi. Nə də inkarlıq bildirmək üçün biz ya neither nordan istifadə edirik, yaxud da either ordan. Burada yalnızca neither nor D variantı doğru cavabdır. 14-də Tourist, the guy was able to speak the Arabic language. Turistlər və bələdçi ərəb dilində danışa bilirdi. Xəbərimiz burada bizim vödür. Yəni, artıq bilirik ki, xəbərimiz cəmdirsə, neither, either burada işlənməz. Və yaxud no or deyə də bir şey yoxdur. Both and olur. Both or yox. C variantı doğru cavabdır. 15-də Murad passed his exam successfully. He studied hard. Murad imtahandan uğurla keçdi. O çox oxumuşdu. Çünki o çox oxumuşdu. Yəni, because tərcümə edib yerinə bunu qoya bilərik. Also baxmayaraq ki, but, amma, so beləliklə. 16. Children must eat a lot of dairy products. They are good for their bones. Uşaqlar çoxlu süd məhsulları yeməlidirlər. Onlar, deməli, onların sümükləri üçün yaxşıdır. Çoxlu süd məhsulları yeməlidirlər, çünki onlar sümükləri üçün yaxşıdır. Because olacaq yenə. 17-də They wanted to know she had heard this wonderful news from. O bilmək istəyirdi ki, bu möhtəşəm xəbəri eşidib, deməli, kimdən ola bilər? From-dan dəndi və qabağı da qoyuruq who. Who, from, yəni kimdən. Və haradan da ola bilərdi? Daha yaxşı variant kimdən olacaq? Who from. Onsuz da where burada işlədilməyib, hara. 18-də I didn't buy curd, nobody likes it in our family. Mən kəsmik almadım, heç kim bizim evdə bunu xoşlamır. Burada da olacaq çünki heç kim bizim evdə bunu xoşlamır. Çünki, because və as C variantı 3 və 4. 19-cu sualda the teacher will be very happy. We write our tests without any mistakes. Müəllimə çox xoşbəxt olacaq. Biz testlərimizi səhvsiz yazmışıq. Müəllimə çox xoşbəxt olacaq. Deməli, also baxmayaraq ki, olmaz. Burada ziddiyyət yoxdur. Səbəb-nəticə əlaqəsi var. Baxın,
Çox əvəzlik bağlayıcılar gedə bilərdi burada. Sadəcə variantlarımızdan olza bilirik ki, dəqiq olmaz bunlar. Ziddiyyət yoxdur. Baxırıq if-i qoyuruq bura. Müəllimə çox xoşbəxt olacaq əgər biz testlərimizdə səhv eləməsək. Doğrudur, if olar. Və yaxud da biz testlərimizdə səhv eləməsək müəllimə xoşbəxt olacaq. When də elə anda, əndə mənasını verir. Nə vaxt ki, deyə tərcümə eləsək, tərcümə olmur. 3, 4, C variantı doğrudur. 20-də The rain we played football. Biz futbol oynadıq. Görürsüz, the rain isim işlənib burada. Yəni bizə bir uzun, yəni cümlələr verilməyib. Yağışa baxmayaraq deməliyik ki, biz futbol oynadıq. Yağışa baxmayaraq, rəğmən. Because-dan sonra cümlə gəlir. Because of görə, yağışa görə futbol oynadıq olmaz. Also baxmayaraq, yağışa baxmayaraq məna cəhətdən also düzdür, lakin alsodan sonra cümlə gəlməlidir. Baxmayaraq ki, yağış yağdı ola bilərdi. Also it's raining olsaydı, hə, doğru olardı. Amma burada in spite of işlədirik onun yerinə. In spite of the rain, yağışa rəğmən doğrudur. But da yenə özündən sonra cümlə istəyir. But the rain deyə bilmərik. 21-də Murad is slow. He never comes to class on time. Murad çox deyək yavaşdır. Heç vaxt dərsə vaxtında gəlmir. Slow yavaş sifətdir. Sifət işlənib. Deməli, tək sifət işlənirsə biz orada so-dan istifadə eləməliyik. Baxırıq. So slow. So-nun da bağlayıcı kimi ardı əlavəsi olacaq. So that. Yəni so as olmur. Bunlar yəni kimi deməkdir. Sifət mövzusunda keçirik. As, so as kimi mənasını verir. Yəni burada cümlə quruluşuna, cümlənin tərcüməsinə görə elə bir şey uyğun gəlmir. 22-də I can't decide to play soccer to take dance lessons. Mən qərara gələ bilmirəm. Deməli, futbol oynayım, yaxud da rəqs dərslərinə qoşulum. Ya da deyiriksə, ya da mənasını verən whether or istifadə edə bilərik. Both and qərara gələ bilmirəm, həm də olmaz. Çünki ikisindən birini seçməlidir. Either or olur, ümumiyyətlə yanlışdır. Neither nor olur, lakin bir cümlədə də iki inkar olmaz. Həmçində məna baxımından da ən doğru gələn elə whether ordur. 23-də London, Petersburg are amazing cities. Deməli, London və Peterburg möhtəşəm şəhərlərdir. Xəbərimiz are-dır. Deməli, biz neither-dən istifadə eləməmişik. Elə burada olacaq both London and Petersburg are amazing cities. Həm London, həm də Peterburg deməli, gözəl şəhərlərdir. 24. I couldn't sleep. There was a party next door. Mən yata bilmədim. Belə deyək də, digər otaqda parti var idi. Yata bilmədim çünki deyə bilərik. Parti var idi. Because və as doğru cavablar olacaq. 25-də we didn't have any money. Bizim pulumuz yoxdur. We couldn't go to restaurant. Biz restorana gedə bilmirik. Bizim pulumuz yoxdur. Beləliklə biz restorana gedə bilmirik. Beləliklə olacaq so. 26-da we couldn't go to a restaurant. We didn't have any money. Burada tərsinə yazıblar. Biz restorana gedə bilmirik çünki bizim pulumuz yoxdur. Çünki olacaq ya because'dur. Because verilməyib və onun sinonimi burada as verilib bizə. O da həmçinin çünki deməkdir. 27. On Sundays, I often stay in bed 10 o'clock. Bazar günləri mən tez-tez, deməli, saat 10-a kimi yatağımda qalıram. Saat 10-a kimi deyiriksə, till, until olacaq. But və if, ümumiyyətlə, yəni bura doğru deyil. Saatın önünə belə yazılmaz. 28. I was late for work. My boss was angry with me. Mən işə gecikmişdim. Mənim deməli, rəhbərim mənə əsəbləşmişdi.
Gecikmişəm və əsəbləşib, gecikmişəm, beləliklə əsəbləşib. Amma, ancaq çünki, yəni ziddiyyət bildirən bir şey olmadığı üçün ehtiyac yoxdur. Mən gecikmişəm, amma rəhbərim əsəbləşməyib olsaydı, wasn't angry, onda but qoymaq olardı burada. 29. Our car is old. Bizim maşınımız köhnədir. O amma qəşəng gedir. Aha, amma it drives beautifully. Amma deməliyik burada. Çünki görürük ki, ziddiyyət var. Köhnədir, amma yaxşı gedir. 30-da his injury, the boy wants to play for his team in the finals. Yaralarına rəğmən oğlan finalda komandası üçün oynamaq istəyirdi. Yaralarına rəğmən görürsünüzmü söz birləşməsi verilib. Söz və yaxud söz birləşməsi because, but-la, as-la işlənməz. Və despite, in spite of hər ikisi də rəğmən deməkdir. Burada in spite of olmadığına görə despite-dan istifadə edirik.